Olimpiya kompleksinə toplaşan idman həvəskarları, eləcə də yarış iştirakçıları bu günlərdə vəfat etmiş Gürcüstan Boks Federasiyasının prezidenti Polyaninin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Emil Məhərrəmov və Aydın Səlcuq, Türkiyə. Emil Məhərrəmov göy geyimdə döyüşür. Onun rəqibi Türkiyə boksçusu isə qırmızı geyimdədir. Emil Məhərrəmovu boks həvəskarları da yaxşı tanıyırlar. Dünya birinciliyinin qalibidir. Ötən ilin oktyabr ayında Bakıda keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı və ona qızıl medalı Respublika Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim etdi. Yəqin ki, Emil Məhərrəmov bu yarışda da yalnız və yalnız qızıl medal uğrunda ringə çıxdığını nümayiş etdirəcək və o ilk mərhələdə keçirilən döyüşlərdə, eləcə də yarım final döyüşündə çox yüksək texniki hazırlıq səviyyəsi nümayiş etdirdi. Emil Məhərrəmov yarım finalda Eldar Siraqlazovu çox gözəl üslubda məğlub etdi və indi də sol əllə onun vurduğu düzünə zərbə sərrast alındı. Azərbaycan idmançısı birinci raundda daha çox hərəkət edir. Diqqət yetirin, ringin küncündən küncünə atılır və çox tez-tez hücum üçün mövqe axtarır və əsasən də buna nail olur. Amma Türkiyə boksçusu da rəqibinə nisbətən uca boydur və əlbəttə bu amil də ona müəyyən bir üstünlük verir. Birinci raund sona çatdı. Senin zamanından çok kaçma. Emil Məhərrəmov, bir qədər əvvəl qeyd etdim ki, o dünya birinciliyinin qalibidir. 6 ildir ki, boksla məşğul olur. İndiyə kimi ringdə 70 döyüş keçirib və bunların 63-ündə qələbə qazanıb. Avropa birinciliyində də bürünc medala layiq görülüb. Budapeştdə keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qaldı. İkinci raund başlandı. Türkiyə komandasının ikinci boksçusu finalda mübarizə aparır. 48 kilogram çəki dərəcəsində Əbdülqədir Qoçaq yarışların gümüş medalını qazandı. İndi isə ikinci Türk boksçusu da final döyüşündə mübarizə aparır. Hörmətli tamaşaçılar, biz reportajımızda Neftçi İdman Sağlamlıq Mərkəzinin direktoru Rauf Əliyevin müsahibəsini də tamaşaçılarımıza təqdim etmək istərdik. Bu yarışlarda, elə ümumiyyətlə Respublikamızın idman həyatında Neftçi İdman Sağlamlıq Mərkəzinin mövqeyi də idman həvəskarlarına yaxşı bəllidir. Elə bir Respublika çempionatı yoxdur ki, Neftçi İdman Sağlamlıq Mərkəzinin yetirmələri orada mükafata layiq yer tutmasınlar. Beynəlxalq yarışlarda da bu mərkəzin nümayəndələri, yetirmələri çox tez-tez Respublikamızın idman şərəfini ləhaqətlə qoruyur, üç rəngli bayrağımızı ucaldırlar. Rauf müəllim, Ənvər Çavadır'ın şərəfinə həsr olunan bu turnirdə Neftçi İdman Sağlamlıq Mərkəzinin boksçularının çıxışları sizi qane eləyirmi? Ümumiyyətlə, yarış haqqında təəssüratınızı bilmək istərdik. Ümumiyyətlə, yarış haqqında mən belə deyərdim ki, bu yarışda
Hər il Çodri turniri yarışı Bakıda, Azərbaycanda keçirilir və hər il bu yarışda Neftçi İdman Sağlamlıq Mərkəzinin boksçuları iştirak edirlər və bu ildə ənənəvi olaraq bizim 6 idmançımız təmsil olunubdur burada və bugünkü gündə dünən polofinal oyunlarda 3 bürünc medal qazanmışıq və bugün hələ bizim idmançımız finalda çıxış eləyəcək 9-cu parada və biz gözləyirik onun çıxışın. İnşallah elə inanıram ki, o da qızıl medalın qazanar. Ümumiyyətlə bu turnirlər bizə nə verir? Bu turnirlər bizə onu göstərir ki, biz baxırıq, bizim idmançılarımız hansı vəziyyətdə? Yəni hazırlıq hazırlıq var. Çünki bilirsiniz ki, yayda Avropa çempionatı olacaq və bu turnirlər onu göstərir ki, yığma komandanın tərkibində hansı idmançılar iştirak edəcək. Ümumiyyətlə biz öz cəmiyyətimizdə də bu turnir qutarandan sonra təhlilini aparırıq, hansı idmançı necə çıxış elədi, hansı yeri aldı, nəyi göstərdi, harada zəif yerləri var, harada yaxşı yerləri var və ona görə bu turnirlər çox bizə kömək edir. Əsas məqsəd onun ibarət ki, biz idmançılarımızı hazırlayaq. Bilirsiniz ki, növbəti olimpiya oyunlarda 2 il qalıb, yəni vaxt azdır və bu gün müəyyənləşdirməli ki, hansı idmançılarımız bu lisenziyayı qazana bilər və qazanmalıdırlar. Ona görə mən hesab edirəm ki, bu turnir çox faydalıdır və çox gözəl bir təşkil olunubdur və idmançılarımız da pis çıxış eləmir. Yəni ki, ola bilər ki, bugün qızıl medal olmasın, olar bilər ki, bugün bürünc medal olmasın, gümüş medal olmasın, amma bu turnirlər hazırlıq məqsədi daşıyır və mən inanıram ki, bizim idmançılar bu turnirlərdə medal qazanacaqlar və gələcəkdə də ənənəvi olaraq iştirak edəcəklər. Bilirsiniz, Vüqar Ələkbərov Sidney Olimpiyadasında qızıl medal qazandı, bürünc medal qazandı. O Neftçi İdman Sağlamlıq Mərkəzinin yetirməsini yeri gəlmişkən onu da deyim. Onun bu nailiyyəti elə bil ki, bizim boksçularımız üçün bir mayak oldu. Bəli. Yəni bu artıq onu göstərir ki, Azərbaycan boksçuları olimpiya oyunlarında da mükafat qazana bilərlər. İndiyə kimi belə bir təsəvvür var idi ki, biz boksda hələ çox inkişaf eləməliyik, çox öyrənməliyik. Amma bu nailiyyət onu göstərir ki, yəni mükafat qazanmaq olar, mümkündür. İndi isə Afina Olimpiyadasında bürünc medaldan bir qədər də irəliyə getmək lazımdır. Neftçi İdman Sağlamlıq Mərkəzində bu vəzifənin həllinə hazırlıq varmı? Hazırlıq duyulur mu? Bəli, düzdür. Biz bu məsələ ilə məşğuluq, bu məsələ barəsində fikirləşirik. Çünki həqiqi mənada bilirsiniz ki, həm ölkə prezidenti də bu tapşırığı verir ki, biz Sidneydən qazanmış medallardan da qabağa getməliyik. Yəni ondan da çox medallar qazanmalıyıq. Amma mən yenə deyirəm ki, bu hamısı hazırlıq məqsədi güdür. Ona görə biz öz cəmiyyətimizdə hər yarışdan qabaq öz idmançılarımıza təlim məşq toplanışı çalışırıq eləyək ki, onlar bu hazırlığı itirməsinlər. Yəni onlar o pik deyirlər idmanda, yəni gələndə o lisenziyon perioda tam hazırlıqlı olsunlar. Ümumiyyətlə Vüqar Ələkbərov Sidneydə o medalı bizim üçün qazandı. Çox sevindirdi, bütün xalqımızı sevindirdi və Afinada ondan da çox medallarımız olmalıdır. Çünki həqiqi mənada bu saat Azərbaycanda çox perspektivli boksçularımız var. Bir Neftçi İdman Sağlamlıq Mərkəzidir, mən deyərdim, Dinamo cəmiyyətində, təhsil cəmiyyətində və ona görə mən elə hesab edirəm ki, əl-ələ verib bu gün bu yığma komandanı bir yerdə kömək eləyərək Azərbaycanın bayrağını qaldırsınlar, Azərbaycanın himni səslərində, bu bizim hamımızın arzusudur. Mənə elə gəlir ki, Neftçi İdman Sağlamlıq Mərkəzində idmançılar üçün yaradılan o yaxşı şərait də bu vəzifələrin həyata keçirilməsinə imkan verəcək. Bizim milli komandamızın, yəni boksda mən nəzərdə tuturam, onlar Neftçi İdman Sağlamlıq Mərkəzində tez-tez təlim məşq toplanışlarında olurlar, onun idman qurğularında tez-tez hazırlaşırlar və Neftçi İdman Sağlamlıq Mərkəzində digər idman qurğularının yaradılması, onların istifadəsinə verilməsi də bu məqsədə xidmət edir. Mini futbol meydançasının, güllə atıcılığı sahəsinin, digər idman qurğularında. Bəli, mən demək istəyirəm ki, bugün boksla bərabər ümumiyyətlə Neftçi İdman Sağlamlıq Mərkəzinin nəzdində 15-16 idman növü fəaliyyət göstərir və bugün bütün idman qurğularımız, 4 dənə böyük qurğumuz var, onlar bərpa olunur və mən demək istəyirəm ki, bir boksdur, burada həm güləş üçün şərait yaradılır, həm atıcılıq üçün, futbol üçün, yəni hər bir növün şəraiti yaradır və mən bu səfkidə Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyini minnətdarımı bildirmək istəyirəm, məşqçiləri adına, idmançılar adına. Çünki həqiqi mənada bu gün onlar bizə çox kömək eləyir
Və o kömək olmasaydı bu gün bu qurğular ümumiyyətlə bərpa olmazdı. Siz bilirsiniz ki, bu gün qurğunu saxlamaq, onun təchiz olunması, onun çox çətin məsələdir. Amma bu gün dövlət neft şirkəti buna kömək edir və biz də bunun bəhrəsini görürük. Mən onlara çox minnətdarlıq edirəm ki, onlar bizə belə kömək edir idmanın inkişafında. Çox sağ olun Rauf müəllim. Biz sizə və sizin kollektivin bütün üzvlərinə də uğurlar arzulayırıq və ümid edirik ki, Afina Olimpiyadasında Neftçi İdman Sağlam Mərkəzinin götürmələri Azərbaycan bayrağını bir qədər gücəldəcək. İnşallah. Çox sağ olun. Siz də sağ olun. Emil Məhərrəmovla Türkiyə boksçusu Aydın Səlcuqun görüşü sona yaxınlaşır. Mübarizə olduqca maraqlı keçir. 4-cü raundda idmançıların hər ikisi artıq qəti hücumlara başlayıb. İndi hər hansı bir zərbə mübarizənin taleyini həll edə bilər. Mən sözün düzü bu idmançıların hansının daha üstün olduğunu söyləməyə bir qədər çətinlik çəkirəm. Hər iki boksçu bir-birinə layiqli müqavimət göstərir və həm Emil Məhərrəmov, həm də Aydın Səlcuq istər hücumda, istərsə də müdafiədə, əsasən də hücumda çox güclü döyüş nümayiş etdirir. 4-cü raund başa çatdı. İndi hakimlər xalları hesablayırlar və qalib elan olunacaq. Siz 4-cü raunddan fraqmentlərin təkrarına baxırsınız və Emil Məhərrəmovun bu qüvvətli zərbələrinə bir də baxın. Gördüyünüz kimi mübarizə o qədər gərgin keçirdi ki, idmançılar hətta bu mübarizədə özlərini də unudurdular. Müdafiə tamam yaddan çıxarılırdı və bəzən belə məzəli anlar da yaranırdı. Emil Məhərrəmov bu görüşdə qalib gəlib turnirin baş mükafatına layiq görüldü.